Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə qatları yağlamadan necə səliqəli, ləzzətli, dadlı paxlava hazırlayıramsa, onu paylaşmaq istəyirəm. Öncəliklə içliyi hazırlayacağım. Deməli, qovrulmuş, təmizlənmiş 600 qram qozu öncə rondodan keçirdirəm. Rondo yoxdursa, ət maşından da keçirdə bilərsiniz. İri istəyirsinizsə, qozu biraz, yəni çox üyütməyim. Mən biraz irili xırdalı daha çox sevirəm paxlavada. Və qozu rondodan keçirdikdən sonra başqa bir qaba əlavə eləyirəm. Üzərinə 400 qram şəkər tozu əlavə eləyirəm. Bir dolu çay qaşığı hil və yaxud da muskat cövzü əlavə eləyirəm və bir paket vanilin əlavə edib qatışdırıram. İçliyim hazırdır. İçliyi qoyuram bir kənara. Ondan sonra listi bir 50-60 qram ərinməmiş kərə yağı ilə listin hər tərəfini yumşaldılmış, yəni kərə yağı ilə listin hər tərəfini yağlayıram. Bunu niyə belə edirəm ki, paxlava bişdikdən sonra dibinə yapışmasın. Məhz bu reseptdə belə olmalıdır. Yəni bundan öncə paylaşdığım reseptlərdə ayrı cür, yəni hazırlanır, amma məhz bu reseptdə mütləq tava əvvəlcədən bu cür yağlanıb kənara qoyulmalıdır. Və keçirəm şərbəti hazırlamağa. Bunun üçün 2 stəkan 200 ml stəkanla şəkər tozunu qazana əlavə edirəm. Üzərinə 1 stəkan su əlavə edirəm. 1 çay qaşığı limon şirəsi əlavə edirəm və qoyuram qazın üzərində şərbəti qaynamağa. Niyə limon duzu demədim? Çünki Rusiyada yaşayan, xaricdə yaşayan soydaşlarımız limon duzunu mən dediyim zaman istifadə etdikdə onların limon duzu ilə bizim limon duzunun arasında fərq olduğundan çox limonlu, çox turş alınır. Ona görə də məhz artıq bundan sonra limon duzunun əvəzinə məhz şirəsini yəni istifadə edəcəm. Və şərbət qazın üzərində orta odda qaynayır və qaynara düşdükdə ona qədər sayıb qazanın altını söndürmək lazımdır ki, şərbət çox qatılaşmasın, rəngi də tündləşməsin. Baxın, rəngi bu cür olmalıdır. Elə bir ki, gördünüz ki, pıqqa-pıq qaynayır, şəkər tam əriyib, onda ona qədər sayıb şərbəti götürün qazın üzərindən və keçirik indi xəmirə. Əlavə edirəm 1 çay qaşığı şəkər tozu, 2 paket vanil əlavə edirəm. 1 paket də əlavə edə bilərsiniz. Niyə görə vanil çox əlavə olunur? O yağın, xamanın iyini örtmək üçün. Yəni çox yağlı bir iy gəlməsin paxlavadan. Ondan sonra quru ərzaqları əlavə etdikdən sonra unu qatışdırıram. Biraz da duz, 1 çimdik də duz əlavə edə bilərsiniz və mayanı hazırlayıram. Maya 1 çay qaşığı o pak mayalar var belə paketdə. Yəni instant mayadan istifadə etməyin. Həmin o pak mayaların üzərinə ilıq su əlavə edirəm. Qaynardan biraz aşağı olsun ilıqlığı ki, maya yaxşı aktiv olsun. Hardasa elə bir dolu xörək qaşığı ilıq su əlavə edib qatışdırıram və 5 dəqiqə qoyuram ki, maya özünə gəlsin. Yəni maya biraz yaxşı mayalansın. Sonra 3 ədəd yumurtanın sarısını unun üzərinə əlavə edirəm. Niyə görə sarısını? Çünki paxlavanın xəmiri biraz bərk olmalıdır. Çox yumuşaq bulka xəmiri kimi olmamalıdır. Ona görə də bu, yəni reseptdə məhz yumurtanın sarısından istifadə olunur. Sonra üzərinə 200 qram xama əlavə edirəm. Xama yaxşı olar ki, çəki ilə satılan xamalardan ya da ramaşka xamasından istifadə edərsiniz. Və üzərinə 200 qram otaq temperaturunda yumuşalmış kərə yağı əlavə edirəm. Bu dəfə kərə yağı Ankordan istifadə etmişəm. Yəni Səba da əlavə edə bilərsiniz. Yeni Zelandiyadan da istifadə edə bilərsiniz. Yetər ki, yəni kərə yağı olsun da. Və ən sonda isə ilıq süd əlavə edirəm. Süd mən burada demək 2 stəkan götürmüşəm, amma yavaş-yavaş əlavə eləmək lazımdır. Çünki özünüz də görəsiniz ki, sonda məndə nə qədər süd qaldı. Yavaş-yavaş əlavə edin, çünki xamanın yağlılığından, yağın yağlılıq faizindən ola bilər ki, süd çox getməsin xəmirə. Həm də çox yumuşaq xəmir olmamalıdır bu reseptdə. Biraz belə deyim də, yumuşaqdan biraz bərk olmalıdır, yəni. Və başlayıram əlimlə bir ələ yapışmayan
orta yumşaqlıqda xəmir yoğurmağa və lazım olduqca gördüyünüz kimi südü əlavə edirəm. Və gördüyünüz kimi xəmir biraz bərk fasondur. Yəni çox da yumşaq xəmir deyil, sadəcə ələ yapışmır. Xəmiri yoğurdum. Çox yoğurmağa, belə aşır-daşır yoğurmağa ehtiyac yoxdur. Xəmiri yoğurduqdan sonra görürsüz qabda 1 qram da olsun qalmadı heç nə, yəni un. Süd isə hardasa belə deyim də bir 6 xörək qaşığı süd qaldı. Və indi xəmirin üzərini bağlayacağım kulok, yəni salafan kulokla. Elə mətbəx stolunun üzərində də bir yarım saat saxlayacağım ki, biraz mayalansın. Xəmir özünü belə tutsun. Yəni bu xəmiri çox mayalandırmaq olmaz. Yəni çox mayalandırsaz 1-2 saat. Onda bulku xəmiri kimi olacaq. Ona görə yarım saat kifayət edəcək ki, elə mətbəx stolunun üzərində də xəmir özünü tutsun. Və dəsmalla da üzərini bağlayıram. Belə burada da yoğurduğum elə taxtanın üzərində də saxlayıram. Keçək yağa. Yağı əvvəlcədən əritmişəm və paxlavaya ankor yağından istifadə etdim. Ümumiyyətlə çalışın paxlavanı təmiz, xalis kərə yağından istifadə edin. Bu Səba da ola bilər, ankor da ola bilər, Yeni Zelandiya da ola bilər. Yəni bildiyiniz, yəni tərkibində yağlılığı 82%-dən aşağı olmamalıdır yağın. Və yağı əvvəlcədən əritmişəm. Necə əridirəmsə onu sizinlə paylaşmışam. Baxmamısınızsa linkini videonun alt bölümünə qeyd edəcəm. Burada məndə 300 qram ərinmiş kərə yağıdır. Yəni bir dolu o 200 ml stəkandan bir bidonun yarısı qədər. Yəni bu yağ kifayət edəcəkdir. Və xəmir artıq yəni özünü tutubdur. İndi xəmirdən kündələr hazırlayacağam. 12 kündə olmalıdır. Bir kündə 350 qram olmalıdır. Bu ən üst üçündür. Ən alt üçün isə kündə 250 qramdır. Deməli, bir ədəd 350 qramlıq kündə tutacağım, bir ədəd 250 qramlıq kündə tutacağım, 10 ədəd isə balaca 80 qramlıq kündə tutacağım. Mən sizə verdiyim listin ölçüsü üçün ən ideal ölçüləri deyirəm. Yəni bu ən ideal ölçüdür. Yəni qalınlığı hamısı yerli yerində olacaqdır. Videonun alt bölümündə də hamısını qeyd edəcəm. Başlayırıq kündələri açmağa. Ən birinci, ən alt kündəni, yəni 250 qramlıq kündəni açıram. Bunun üçün də əllə də aça bilərsiniz. Yəni oxlovla işləyə bilmirsə, əllə də çox gözəl açılan bir xəmirdir. Bir qədər un əlavə edirəm və oxlovla listin böyüklüyü, yəni ölçüsü boyda açıram kvadrat şəkildə. Əgər yumru list isə, yəni yumru şəkildə açın. Eyni ilə, yəni iltimat peçinin həm kvadratında, həm də yumru, yəni soba listində hazırlaya bilərsiniz. Listi əvvəlcədən yağladığım üçün xəmiri listin içərisinə yerləşdirirəm və list boyunca kənarlardan biraz, yəni üzərinə çıxmaq şərti ilə xəmiri uzadıram.
Niyə görə əvvəlcədən ərinməmiş kərə yağı əlavə etdim? Ona görə ki, xəmir, bu gördüyünüz xəmir listə yapışmayacaq sonda. Çox xanımlar ora yağlı kağız yerləşdirirlər, amma heç buna ehtiyac da yoxdur. Və birinci xəmiri yerləşdirdikdən sonra üzərindən yüngülvari çəngəllə dəstəkləyirəm ki, qabacıqlar olmasın, xəmir köpməsin, şişməsin yuxarıya doğru. Və heç bir yağ, yəni içilik əlavə etmədən ikinci 80 qramlıq xəmiri açıram, kündəni açıram və 250 qramlıq kündənin üzərindən yerləşdirirəm. Baxın, bir daha söyləyirəm. Boş yağlanmış tavanın üzərinə 250 qramlıq kündəni açdım, yerləşdirdim. Üzərinə heç bir yağ, içlik əlavə etmədən ikinci kündəni açıb yerləşdirirəm. İkinci kündə isə 80 qramlıq balaca tutduğum kündələrdir. Narahat olmayın, heç bir yəni qopma, yapışma bir şey olmayacaqdır. Tərkibində o qədər xama, yağ var ki, xəmir o qədər gözəl bir-birinə yəni tutacaq ki, sonda qatlarını özünüz saya biləcəksiniz. Və 2 kündəni açıb listə yerləşdirdikdən sonra üzərinə yağ əlavə etmədən hazırladığım qozlu içlikdən əlavə edəcəm. Bunun üçün də biz hər listə 1 dolu stəkan, 200 ml stəkanla bir içlik əlavə etmək lazımdır. Yəni 1 dolu stəkan içlik kifayət edəcəkdir. İçliyi çox vuranda paxlava bişdikdən sonra linç olur, kənarlarından tökülür, elə bir ki, çıxıntıları çox olur. Yəni bu list ölçüsünə 1 dolu stəkan içlik yetərlidir, yəni kifayət qədərdir. İçliyi də əlavə etdikdən sonra üzərindən belə basın ki, yüngülvari ki, bişdikdən sonra kənarlarından çıxıntı verməsin. Və 10-cu qata qədər eyni bu qaydada yəni yerləşdirirəm xəmirimi, üzərindən içlik əlavə edirəm və qətiyyən aralarına yağ əlavə etmirəm. Yalnız o 11-ci qata üzərinə bir qədər yağ əlavə edəcəm ki, 12-ci qat yəni yapışsın, 11-ci qata yapışsın. Və 11-ci qatı da əlavə etdim. Bu gördüyünüz 11-ci qatdır. Birinci qatı, yəni bu gördüyünüz qatı əlinizlə yaxşı presləyin ki, üzərindən ki, 12-ci qat yaxşı yapışsın və qalxmasın və bir qədər çox az, yəni yağlamaq lazımdır. Çox az yağlamaq lazımdır ki, 12-ci qatı yapışdıranda qapağı belə deyim də çıxmasın. Çox xanımların ən belə deyim belə ən çox, yəni bu sual gəlir ki, necə edə bilərəm ki, paxlavanın qapağı çıxmasın. Xəmiri düzgün yoğursanız, xəmirin tərkibi düzgün olsa, çox yağlı olmasa paxlava, üzərinin qapağı çıxmayacaqdır. Yəni yerində necə var, elə də qalacaqdır. Və mən 12-ci kündəni də, yəni ən böyük kündəni, 350 qramlıq kündəni də açıram. Çox xamar açmaq lazımdır ki, görürsünüz, üzəri çox xamardır. Yəni üzərində heç bir kələ-kötürlük yoxdur. Çünki üzəri kəsiləndə gözəl görünsün. Və çox yavaş soba listinin kənarlarını da həmin xəmirlə örtürəm.
Və paxlavanın bütün qatlarını yerləşdirdikdən sonra yarım saatlıq soyuducuda saxlamaq lazımdır ki, yəni bişdikdən sonra qapağı açılmasın paxlavanın. Və üzərinə çəkmək üçün isə 1 ədəd bütöv yumurta, 2 ədəd yumurtanın sarısından istifadə edəcəm. İndi 1 ədədini vurmamışam, yadımdan çıxıb sonra ekrana baxanda görürəm ki, 2 ədəd yumurta vurmuşam və 2 çay qaşığı duru yağ əlavə elədim yumurtaların üzərinə. Bir daha qeyd edirəm. 2 ədəd yumurtanın sarısını, 1 ədəd yumurta isə bütöv əlavə olunur. Yəni həm ağı, həm sarısını. Və yumurtanı yaxşı-yaxşı qatışdırıram. Ondan sonra süzgəcin üzərindən yumurtanı qaşıqla, yəni qatışdıraraq süzürəm ki, yumurtanı çəkdiyiniz zaman ağı bir yana, sarısı bir yana olmasın. Yəni hamısı eyni şəkildə olsun ki, paxlavanın üzəri işıldasın. Paxlavanı soyuducudan çıxardıram və çıxardan kimi də başlayıram kəsmə. Əvvəlcə kənarından bir qədər çox az çıxıntıları götürürəm ki, paxlavanın kənarları çox olmasın. İndi özünüz də görəcəksiniz ki, çıxıntı çox az olur. Bu cür hazırlayanda, bu cür kəsim eləyəndə çıxıntı az olur. Və paxlavanın böyüklüyünə, kiçikliyinə özünüz qərar verirsiniz və xəttkeşlə birinci düzünə, yəni xəttkeşin böyüklüyü boyunca düzünə kəsirəm. Sonra isə listi biraz fırladıb çəpəki paxlava şəklini verərək kəsmək lazımdır. Və tam kəsib qurtardıqdan sonra üzərini yumurtanı çəkmək lazımdır. Yumurtanı yaxşı-yaxşı hər tərəfinə yedirtmək lazımdır ki, qapağı bərkisin bir-birinə, qapağı qopmasın. Və bütöv bu gördüyünüz yumurtanın hamısını ən axır, yəni damcısına qədər paxlavanın üzərinə çəkəcəm. Yəni birdən deyərsiniz, buradan baxanda çox görünür, əslində çox deyil, normaldır. Yəni necə ölçü vermişəmsə o ölçüdə də yəni hazırlamaq lazımdır. Və ən sonda üzərinə qoz ləpəsi yığıram. Siz badamla da, fındıqla da əvəz edə bilərsiniz. Amma mənim fikrimcə əgər paxlavanın içərisinə hansı içlikdən əlavə edirsinizsə, üzərinə də məhz ondan yığmaq lazımdır. Qozları da üzərinə yığdıqdan sonra sobanı əvvəlcədən 160 dərəcədə alt-üst rejimdə qızdırıram və paxlavamı alt-üst dərəcədə 160 dərəcədə alt-üst rejimdə, yəni 160 dərəcədə üzəri xəfif qızarana qədər bişirirəm və üzəri bu cür olana qədər bişirirəm. Ondan sonra sobadan çıxardıram. Görürsünüz, üzəri xəfif qızarıbdır. Yəni qapağı bərkiyibdir. Üst qapağı bərkiyibdir və 300 qram ərinmiş kərə yağıdır. Bax, bu gördüyünüz 300 qram ərinmiş kərə yağına bıçağı batırıram. Ondan sonra paxlavanı yenidən üzərindən, kəsdiyim yerindən yenidən bıçaqla gedirəm hər tərəfindən və bu yağı bütün paxlava boyunca yedirdirəm. Hə, birdən deyərsiniz ki, çoxdur bu yağ. Qətiyyən çox deyil. Nəzərə alsaq ki, paxlavanın tərkibində 1 qram olsun yağ yoxdur, yəni qatlarından söhbət gedir. Bu yağ ən ideal yağ miqdarıdır. 300 qram ərimiş kərə yağı, o demək ki, 1 dolu stəkan 200 ml stəkanla bir də onun yarısı qədər yağdır. Bu yağ, yəni bu ölçüdə yağı əlavə etdiyiniz zaman paxlava sobadan çıxanda, yəni o pişdiyi zaman yağ bütün soba ilə bir dağılmayacaq, kənarlarına axmayacaq. O qədər mənə yazmısınız xanımlar. Çoxu yazıb ki, biz yağ əlavə edirik, soba bir də görüb bütün yağ da aşıb daşır. Bu məhz yağın çoxluğundandır. Nəzərə alın ki, paxlavanın xəmirinin içərisində də yağ var. Qozun tərkibi də yağdır. Yəni bunu nəzərə alsanız, onda inanın ki, ideal bir paxlava çıxacaq sizdə də. Və yağı əlavə etdikdən sonra biraz da yəni üzərindən gedirəm kəsdiklərimin ki, yağ tam içəri qatlara doğru keçsin. Və yenidən 160 dərəcədə tam qızarana qədər, üzəri gözəl qızarana qədər bişirirəm alt-üst rejimdə.
Və budur, paxlavam artıq hazırdır. Mənim sobamda hardasa 35-40 dəqiqə ərzində bişdi və ən sonda isti paxlavaya soyuq şərbət əlavə edirəm. Şərbətin də miqdarı normaldır. Paxlavanın hər tərəfinə şərbət əlavə olunur. İlk dəfə bişirən xanımlar üçün deyirəm bunu. Yəni hər dəfə bişirən xanımlar bilir. İlk dəfə bişirən xanımlar üçün şərbət çox gələ bilər əlavə etdiyiniz zaman. Amma nəzərə alın ki, paxlava bir 15-16 saat gözləməlidir ki, kənardakı şərbəti tam canına çəksin. Və mən indi kəsib sizə göstərəcəm. Altının yapışıb. Görürsünüz, 1 qram da olsun listə yapışmır. Bu da məhz listin, yəni əvvəlcədən yağlamışdıq. Altı da çox gözəl pişibdi. Üzəri də çox gözəl pişibdi. Qatları da normaldır. Kənarlarında çıxıntı yoxdur, görürsünüz. Paxlavanı bastığınız zaman əgər xəfif bir şirə çıxırsa, demək ki, siz ideal bir paxlava hazırlamısınız. Və bir gecə kənarda qaldıqdan sonra gecəni, yəni səhərə paxlavanı dinləndirdim ki, şərbəti canına çəksin. İndi mən altında göstərirəm. Baxın, yapışma falan heç nə yoxdur. Çünki soba listini öncədən mütləq və mütləq yağlamaq lazımdır. Əgər yağlamaq istəmirsinizsə, onda yağlı kağız da əlavə edə bilərsiniz listin üzərindən. Ondan sonra xəmiri yaya bilərsiniz üzərinə. Və paxlavanı bastığınız zaman əgər çox xəfif şirə çıxırsa, demək ki, ideal bir ölçü ilə paxlava hazırlamısınız. Baxın, heç bir yapışma, qopma falan yoxdur. Doğrudan da çox ləzzətli paxlava, yəni alınır, o qədər dadlı olur ki, hələ biraz xırt-xırt istəsəz, qazda biraz artıq saxlayın, sobada bir 5-6 dəqiqə. Onda lap xırçıltılı olacaq. Mən elə daha çox sevirəm. Amma yəni çox adam yumşaq xoşladığı üçün məcburən mən də yumşaq çıxardıram sobadan. Bu qədər.